Tərkibində 1 qram da un olmayan çox ləzzətli kəsmikli piroq hazırladım və reseptini paylaşım sizlərlə. Yarım kiloqram sadə kəsmiyi mikserdən bu şəkildə keçirirəm və üzərinə 3 ədəd yumurtanın sarısını və 1 stakan süd əlavə edib yenidən mikserdən keçirirəm və daha sonra isə üzərinə 1 stakan qarğıdalı nişastası əlavə edib yenidən mikserdən keçirirəm və hamısını mikserdən keçirdikdən sonra isə başqa qaba 3 ədəd yumurtanın ağını əlavə etmişdim. Onu mikserdən keçirirəm və üzərinə az şəkər tozu əlavə edib ardıcıl olaraq mikserdən keçirmək lazımdır. Şəkər tozunun da miqdarı 1 stakandır və daha sonra hazır olan yumurtanın ağı ilə şəkər tozunu xəmirin üzərinə əlavə edirəm. Onun da üzərinə qabartma tozu, vanil yenidən mikserdən keçirib yağlı kağızın üzərinə əlavə edirəm. 170 dərəcədə 40 dəqiqəyə yaxın bişirirəm və soyduqdan sonra kəsmək lazımdır. İnanılmaz ləzzətli bir piroq alınır. Yəni əgər kəsmikli piroqları sevirsinizsə mütləq bundan hazırlayın. Dadını çox bəyənəcəksiniz.